ailə qurulur, nə gözəl həyatı var, nə gözəl bir yaşamı var deyib kənardan baxan xanımlar onun iç dünyasını heç bilmirlər. Bəlkə də sən daha şanslısan, bəlkə də sənin həyatın daha gözəldir, amma sən fərqində deyilsən və başqalarının həyatı ona daha maraqlı gəlir. Çünki onun status olaraq fərqində deyirlər ki, o bir selulitdir. Yəni bunu rəsm çəkənlər daha çox yaxşı bilər ki, selülit yəni bir formadır, bir illüzyondur əslində onların həyatı. Çoxu zaman bəli, illüzyon olmayanlar da var, demirəm, xoşbəxt paralar da var, sevgi dolu olanlar da var. Amma bu sənin onlara, belə deyim, qısqanclıq aparmaq yerinə, kumir, yəni onun həyatını vizuallaşdıra bilərsən. Kaş mənim də belə bir həyatım. Bu başqa bir şeydir, qibtə etmək başqa bir şeydir. Amma niyə onda belə bir şey var, məndə niyə yoxdur demək, bu artıq başqa bir şeyə gedir. Əksikliyə girir o zaman. Özünə qiymət vermir. Bəli. Vermir, nə də ki, özünə baxmır ki, mən nələrə qadirəm.